Əziz şagirdlər, C variantının izahına baxırıq. Birinci suala diqqət edək. 424 böyükdür B, B böyükdür 146 bərabərsizliyində B-nin yerinə yazılacaq ən böyük cüt ədəd və ən kiçik cüt ədəd neçədir? Burada B 424 və 146 arasındakı ədədlərdir. B-nin yerinə yazılacaq ən böyük cüt ədəd 422 olacaq. Ən kiçik cüt ədədi isə 146-dan böyük ən kiçik cüt ədəd 148 olacaq. Deməli, B variantı. İkinci suala baxırıq. Rəqəmləri cəmi 16 olan 3 rəqəmli ədədin yüzlük və təklik mərtəbəsindəki rəqəm 6-dır. Yüzlük və təklik mərtəbəsindəki. Əvvəlcə bura mərtəbələri qeyd edirik. Yüzlük, onluq, təklik. Rəqəmləri cəmi 16-dır. Yüzlük və təklik mərtəbəsindəki rəqəm 6-dır. Bu ədədin açıq şəkildə yazılış forması hansıdır? 6 və 6 12. 12-nin üzərinə 4 gəldikdə 16 edir. 600 üstəgəl 40 üstəgəl 6. D variantı olacaq. Üçüncü suala baxırıq. 202-dən böyük, 294-dən kiçik, təklik mərtəbə qiyməti 5 olan ən böyük 3 rəqəmli ədədi onluqlara qədər yuvarlaqlaşdırsaq neçə alınır? 202-dən böyük, 294-dən kiçik, təklik mərtəbə qiyməti 5 olan ən böyük 3 rəqəmli ədəd 294-dən kiçik 285 olacaq. Onluqlara qədər yuvarlaqlaşdırdıqda isə 285-i onluqlara qədər yuvarlaqlaşdırırıq 290. Sevda əldə etdiyi misalın cavabı haqqında bunları dedi. Cəmin onluq mərtəbə qiyməti 70-dir. Onluq mərtəbə qiyməti 70 olmaq, yəni ortada duran rəqəm, yəni onluq rəqəmi 7-dir. Yüzlük mərtəbə vahidlərinin sayı 4-ə bərabərdirsə, yüzlük mərtəbəsindəki rəqəm 4-dür. Cəmin rəqəmləri cəmi 20-yə bərabərdir. Rəqəmlər cəmi 20-yə bərabərdirsə, baxırıq. 4-dən 7-ni topladıqda 11, 11-in üzərinə 9 gəldikdə 20 edəcək. Deməli, cavab 479. 5-ci sual. ABC ədədi 323-dən sonra gələn ikinci tək ədəddir. 323-dən sonra gələn ikinci tək ədəd, 323-dən sonra gələn birinci tək ədəd 325, ikinci tək ədədi isə 327 olacaq. Bu ədədi onluqlara qədər yuvarlaqlaşdırsaq, onluq mərtəbə qiyməti neçə alınar? Onluqlara qədər yuvarlaqlaşdırsaq, ədəd olacaq 330. Onluq mərtəbə qiyməti də 30 olacaq. 3 rəqəmli ədədin bütün mərtəbə vahidlərinin sayını 3 vahid artırsaq, bu ədəd neçə vahid artar? Bütün mərtəbə vahidlərinin sayını 3 vahid artırmaq ədədin elə 333 vahid artmasıdır. C variantı olacaq. 7-ci suala baxırıq. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli cüt ədəd haqqında doğru fikri müəyyən edin. Əvvəlcə gəlin rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli cüt ədədə baxaq. 986. Cüt dediyinə görə 6 götürdüm. Onluq mərtəbə qiyməti 90-dır deyil. Onluq və təklik mərtəbəsindəki rəqəmlər eynidir. Xeyr. Onluq mərtəbə qiyməti, yəni 80, təklik mərtəbə qiymətindən 2 vahid çoxdur, yox. Onluq mərtəbəsindəki rəqəm təklik mərtəbəsindəki rəqəmdən 2 vahid çoxdur. Rəqəmləri cəmi 23-ə bərabərdir. Baxırıq 9 və 8-in 17, 17-in üzərinə 6 gələndə 23 edir. Deməli, D bəndi doğrudur. 8-ci suala baxırıq. Hansı müqayisədə səhvə yol verilib? 487 böyükdür 245 böyükdür 109 doğrudur. 763 böyükdür 565 böyükdür 437 doğrudur. 236 böyükdür 235 böyükdür 234 doğrudur. 471 böyükdür 295 295 isə 385-dən böyük deyil. 9-cu suala baxırıq.
410 ədədindən kiçik olan hansı ədədi həm onluğa, həm də yüzlüyə qədər yuvarlaqlaşdırdıqda ədəd 400-ə bərabər olar. 410-dan kiçik deyirsə, 491, bu 491-i götürmürük və həm bu ədəd onluqları yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 400-ə bərabər olmalıdır. Bu isə 398 olacaq. Çünki 394 onluğa qədər yuvarlaqlaşdırdıqda 390 edir. Amma 398 həm onluğa, həm də yüzlüyə qədər yuvarlaqlaşdırdıqda 400 edəcək. 10-cu suala baxırıq. 388 ədədinin yüzlük mərtəbə vahidlərinin sayını 5 vahid. Yüzlük mərtəbə vahidlərinin sayını 5 vahid artırmaq ədədin 500 vahid artmasıdır. Təklik mərtəbə vahidlərinin sayını 1 vahid artırsaq, təkliyi də 1 vahid artırmaq ədədin elə 1 vahid artmasıdır. Ümumilikdə bu ədəd 501 vahid artacaq. Çünki hər ikisini də artırır. 11-ə baxırıq. Cəmil fikrində bir ədəd tutub. Bu ədədi onluqlara qədər yuvarlaqlaşdırdıqda 280, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 alınır. Cəmil fikrində hansı ədədi tutub? Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 alınıbsa, B bəndini də götürə bilərik. Burada bütün bəndləri götürə bilərik. İndi baxırıq, onluqlara qədər yuvarlaqlaşdırdıqda 280 alınan, A bəndini götürə bilmərik, 270 alınacaq. B bəndində də 270, D bəndində də ancaq C bəndi olacaq. 12-ci suala baxırıq. Verilmiş tək ədədlərdən neçəsini onluqlara qədər yuvarlaqlaşdırsaq ədəd artar. Tək ədədlərdən deyirsə, cüt ədədlərə baxmırıq. Onluqlara qədər ədəd artar. Onluqlara qədər yuvarlaqlaşdırdıqda ədədin artması üçün ədədin təklik mərtəbə vahidindəki rəqəm onluq mərtəbə vahidindəki rəqəmdən 5-dən böyük olmalıdır. Yəni təklik mərtəbəsindəki rəqəm 5-dən böyük olmalıdır. Baxırıq, bu 491 olmayacaq. 283 olmayacaq. 145 və 177. Növbəti səhifəyə keçirik. Mətn sualıdır. Əvvəlcə mətni səsləndirim, dinləyək. Fortepiano, bədii mətn. Gözəl bir musiqi tədbirə gələnləri valeh etmişdi. Lakin fortepianonun ağ-qara dilləri bir-biri ilə mübahisə edirdi. Hər bir dil özü ilə qürrələnirdi. Fortepiano onlara izah etmək istədi ki, bu gözəlliyi onlar birlikdə yaradıblar. Lakin onlar razılaşmadılar. Bir gün onlar qərara gəldilər ki, hər bir dil taxtasından ayrılıb özü ayrıca mahnı ifa etsin. Onların hər biri fortepianodan ayrılıb mahnını tək ifa etməyə cəhd etdilər. Lakin nə qədər çalışdılarsa alınmadı. Hər bir dil yalnız bir səsi ifa etdiyindən mahnını bütöv şəkildə səsləndirə bilmədi. Salonda əyləşmiş dinləyicilər də ayağa qalxıb oranı tərk etdilər. Bunu görən dillər başa düşdü ki, yalnız onların birliyi gözəl musiqi yarada bilər. Müəllif Cəvahir Tanrıverdi. Gəlin suallara diqqət edək. Mətnə əsasən doğru fikir hansıdır? Hər bir dil mahnını tək başına ifa etməyə bacardı, xeyr, bacarmadı. Dillərin ayrıca mahnı ifa etməsi dinləyicilərin xoşuna gəldi, xeyr. Fortepiano dilləri bir-birindən ayırmaq qərarı verdi. Hər bir dil özü ilə lovğalanırdı. Bəli, D bəndi doğru olacaq. Hər bir dil özü ilə lovğalanırdı. İkinci suala baxırıq. Epizodları mətnin hissələrinə əsasən uyğunlaşdırın. Dillər ayrılmaqlarının yanlış bir addım olduğunu sonda anladı. Sonda anlayıbsa bu nəticədir. C uyğun gəlir. Dillərin hər biri tək başına mahnı ifa etməyə cəhd etdi. Bu isə əsas hissədədir. Xoş bir musiqi tədbirə gələnləri valeh etmişdi. Bu isə giriş hissədir. 1C, 2A, 3B. A variantı olacaq. Mətnin ideyasına uyğun olmayan atalar sözü müəyyən edin.
Mətnin ideyası, mətni oxuduqda da anladıq ki, bu birliyə aid bir mətindir, ideya birlikdir. Tək əldən səs çıxmaz, bu mətnin ideyasına aiddir. Birlik harda, dirlik orada, bu da aiddir. Güc birlikdədir, aiddir. Ağıl ağıldan üstündür, aid deyil. Çünki burada ağıllı olmaqdan, ağlın önəmindən danışılmır. 4-cü suala baxırıq. Mətndə əsasən epizodlardan hansı daha əvvəl baş vermişdi? Dillərin bir-birindən ayrılması, dinləyicilərin zalı tərk etmələri, dillərin öz səhvlərini başa düşməsi, dillərin mübahisəsi. Əlbəttə ki, dillərin mübahisəsi daha əvvəl baş verir. 5-ci suala baxırıq. Mətndə tünd qara hərflərlə verilmiş sözün yaxın mənalı qarşılığı hansıdır? Tünd qara hərflərlə verilmiş söz qürrələnirdi sözüdür, yəni lovğalanırdı. Bu söz elə lovğalanmaqdır. Aşağıdaşlardan birinə mətndə rast gəlinmir. Baxırıq, burada C-yə rast gəlinmir. Çünki burada ifa edən bir müğənni yoxdur. Növbəti isə informativ mətindir. Ağdam Çörək Muzeyi. Ağdamda dünyanın ikinci çörək muzeyinin açılması ideyası Sadıq Murtuzayevə məxsusdur. Lakin muzeyin yerləşdiyi dəyirman Məhəmməd Qarayev tərəfindən inşa etdirilmişdi. Mənim atam bacarıqlı ustadır. Dəyirman mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunmuşdu. Muzey karvansara tipli olduğu üçün yaşayışa uyğunlaşdırılmış və yerli sakinlərin istifadəsinə verilmişdi. 3 əsas bölmədən ibarət olan muzeyin girişində yay salonu mövcud olmuşdu. Salonun ortasında kiçik fəvvarə tikilmişdi. Buradan Sümbül kafesinə, mətbəxə və 2 kiçik yeməkxanaya yol olmuşdu. Salonun girişindən solda isə sərgi salonu yerləşmişdi. 1-ci Qarabağ müharibəsi zamanı mənfur ermənilərin atdığı mərmi muzeyi viran qoymuş, 1500-ə qədər eksponat yanıb külə dönmüşdü. Suallara baxırıq. Mətnə əsasən biri faktdır. Bilirik ki, fakt həqiqətdir. Təxəyyül isə müəllifin xəyalında canlandırdığı, öz təsəvvürünə uyğun söylədiyi fikirlərdir. Bu isə informativ mətn olduğuna görə burada faktları aydınca görmək olur. A bəndinə baxırıq. Ağdam Çörək Muzeyi 1-ci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən dağıdılmışdı. Bəli, bu məlumat elə mətndə də var, bu faktdır. 8-ci suala baxırıq. Mətndə fərqləndirilmiş ifadənin yaxın mənalı qarşılığını müəyyən edin. Viran qoymuş, yəni dağıdılmış, dağıtmaq. C bəndi olacaq. Mətndə hansı suala cavab yoxdur? Ağdam Çörək Muzeyi nə vaxt tikilmişdir? Muzey neçə əsas bölmədən ibarətdir? Muzeyin yerləşdiyi dəyirman kim tərəfindən inşa edilmişdir? Ağdam Çörək Muzeyinin açılması ideyası kimə məxsusdur? Diqqət eləsək görərik ki, A bəndində Ağdam Çörək Muzeyi nə vaxt tikilməsi barədə mətndə məlumat verilməyib. 10-cu suala baxırıq. Mətnlə bağlı ardıcıllıq hansı bənddə düzgün verilmişdir? Ağdam Çörək Muzeyinin açılması, muzeydəki eksponatların yanıb məhv olması, dəyirmanın Məhəmməd Qarayev tərəfindən tikilməsi, təcavüzkar ermənilərin muzeyi viran qoyması. Burada əvvəlcə birinci gələcək. Ağdam Çörək Muzeyinin açılması, dəyirmanın Məhəmməd Qarayev tərəfindən tikilməsi, təcavüzkar ermənilərin muzeyi viran qoyması, muzeydəki eksponatların yanıb məhv olması. B bəndi. Mətnə əsasən səhv fikir hansıdır? Sərgi salonu muzeyin girişindən solda yerləşir. Muzey 3 əsas bölmədən ibarətdir. Muzey Sadıq Murtuzayev tərəfindən inşa edilmişdir. Muzeyin ortasında kiçik fəvvarə mövcuddur. Burada C bənd olacaq, çünki Sadıq Murtuzayev bunu ideya müəllifidir, inşa etməmişdir. 12-ci suala baxırıq. Mətnə uyğun gəlməyən cümləni müəyyən edin. Mətnə uyğun gəlməyən cümlə, baxırıq ki, burada birinci cümləyə baxırıq. Mənim atam bacarıqlı ustadır. Bu məlumat mətnə uyğun deyil. Birinci cümlə C bəndində.
13-cü suala baxırıq. 786 ədədini ən yüksək mərtəbəyə qədər yuvarlaqlaşdırsaq neçə alınar? Ən yüksək mərtəbə yüzlüklər mərtəbəsidir. Yuvarlaqlaşdırsaq 800 alınacaq. 493 ədədində altından xətt çəkilmiş rəqəmin mərtəbə qiyməti. Təşviq mərtəbəsinin altından xətt çəkilib, mərtəbə qiyməti elə 3 olacaq. Hansı modelə uyğundur? Bu isə B bəndinə uyğundur. Təklik və onluğu yoxdur. 15-ci suala baxırıq. 343 böyükdür B, B böyükdür 340 verilmiş ifadədə B-nin yerinə neçə 3 rəqəmli ədəd uyğun gəlir? Yəni B 340-dan böyük, 343-dən kiçikdir. Həmən aradakı ədədlər qeyd eləsək 341, 342 və 343-ü götürə bilmərik. 2 dənə ədəd uyğun gəlir. 16-cı suala baxırıq. Boş xanaya uyğun gələn ədədləri seçin. 700 təklik elə 7 yüzlükdür. 22 onluq. 22 onluq 220 deməkdir. O da elə 220 təklikdir. 4, 6, 7 rəqəmlərindən bir dəfə istifadə etməklə düzələn, onluq mərtəbə qiyməti 70 olan, onluq mərtəbə qiyməti 70-dirsə, deməli, onluğa qoyacağımız rəqəm 7-dir. Ən böyük 3 rəqəmli ədədi soruşursa, 6 və 4 ədədlərindən 6-nı yüzlüyə qoyuram. Belə. Ən böyük 3 rəqəmli ədəd hansıdır? 674. A bəndi. 15 onluq 3 yüzlük 70 təkliyə bərabər olan ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırsaq neçə alınır? 15 onluq 150 olacaq. 3 yüzlük 300. 70 təklik elə 70-dir. Toplasaq olacaq 450. 450-nin üzərinə də 70 gəlsək 520 olacaq. Ədədi də yüzlüklərə qədər yuvarlaqlaşdırsaq 500 alınacaq. 19-cu suala baxırıq. Rəsul şifrəli sözü tapmaq üçün ədədləri azalan sıra ilə düzməlidir. Rəsulun tapdığı söz hansıdır? Azalan sıra, yəni böyükdən kiçiyə doğru düzəcəyimizdir. Burada ən böyük ədəd 973-dür. S hərfi ilə işarə olunub. Sonra gəlir 715-ə, 426-r, 148-t olacaq sərt sözü. 20-ci suala baxırıq. Altından xətt çəkilmiş rəqəmin mərtəbə adı və mərtəbə qiyməti neçədir? Mərtəbə adı və qiyməti. Onluq mərtəbəsidir, qiyməti 80-dir. 21-ci suala baxırıq. 4A7B ədədi rəqəmləri müxtəlif 3 rəqəmli ədəddir. Bu ədədin rəqəmləri cəmi 15-ə bərabərdir. A ən çox neçə ola bilər? 15-ə bərabərdirsə 15-dən 7-ni çıxırıq, qalır 8. Deməli, A və B-nin cəmi 8 ola bilər. Burada isə müxtəlif 3 rəqəmli ədəddir. Rəqəmləri cəmi ən çoxu neçə ola bilər? 8-in üzərinə 0 gəldikdə 8-dir. Ən çoxu 8 ola bilər. 22-ci suala baxırıq. 275 böyükdür C bərabərsizliyinin doğru olması üçün C-nin yerinə yazılacaq ən böyük 3 rəqəmli ədədi, yəni 275-dən kiçik ən böyük 3 rəqəmli ədəd 274 olacaq. Hansı mərtəbəyə qədər yuvarlaqlaşdırsaq ədəd artar. Ədədi onluğa qədər yuvarlaqlaşdırsaq artmaz. 270 olacaq. 100-lüyə qədər yuvarlaqlaşdırsaq ədəd artar. 23-cü suala baxırıq. 427 ədədinin təklik və yüzlük mərtəbəsinin rəqəmlərin yerini dəyişib. Dəyişsək 724 alınacaq. Yüzlüklərinin sayını bir vahid artırsaq neçə alınar? Yüzlüyün sayını bir vahid artırsaq 824 alınacaq. A, B, A ilə şifrələnmiş ədədin oxunuşu aşağıdakılardan hansı ola bilər? Deməli, burada baxırıq ki, A, B, A təklik və yüzlüyündəki rəqəm eyni olmalıdır. 210 ola bilməz, çünki 10 olacaq, təkliyi 0 olacaq.
210 yazırıq rəqəmlə. Təkliyi və yüzlüyü, yüzlüyü və təkliyi fərqlidir. 330 olmayacaq. Burada yüzlük və onluq eyni olur. 561. Bu da uyğun gəlməyəcək. 454. Təklik və yüzlüyü eynidir. Deməli, D variantı olacaq. B variantına baxırıq. Əvvəlcə bədii mətn, qərənfil mətninin suallarına baxaq. Dinləyək mətni. Bir gün Lalə oyuncaqlarını Rəhimgilin həyətindəki böyük qoz ağacının altına töküb evcik düzəldirdi. Rəhim ona kömək etmək istədikdə Lalə dedi: Rəhim, evciyi mən düzəldərəm. Sən get, sap, bir də kibrit qutusu gətir. Onlardan telefon xətti çək. Elə ki telefon hazır oldu, evinizə gedib mənimlə telefonla danışarsan. Rəhim razı oldu. O, sap və kibrit qutuları gətirib telefon xətti çəkməyə başladı. Lalə də qəşəng bir evcik qurdu. O istədi ki, bağı da olsun. Söyüd ağacından bir neçə şax qırıb evciyinin ətrafına sancdı. Bu dəfə də bağda çiçəklərin çatışmadığını gördü. Birdən Lalə nəsə xatırlayıb dedi: Rəhim, sən evimizə bax, mən bu saat gəlirəm. Lalə bağçaya getdi. Rəhimin təzəcə əkdiyi qərənfilləri qoparıb qucağına yığdı. Elə bağdan çıxmaq istəyəndə Əli babaya rast gəldi. Lalə, qızım, bu qərənfilləri niyə yolmusan? Evciyimə qoyacam. Axı mən qoz ağacının dibində təzə ev tikmişəm. İstəyirəm çiçəyim də olsun. Qızım, adam ev tikəndə çiçəkləri xarab edər. Niyə xarab olur baba? Mən neynəmişəm ki? Daha neynəyəcəksən? Çiçəkləri kökündən yolub çıxarmısan. Bir bax, qönçələrin çoxu hələ açılmayıb. Bir də adam yoldaşının zəhmətini korlamaz. Babacan, bilməmişəm. Bağışla, bir də eləmərəm. Lalə başını aşağı saldı. Daha evcik qurduqları yerə qayıtmadı. O utandığından indi heç Rəhimin də üzünə baxa bilməzdi. Şəfiqə Ağayevanın Qərənfil əsərindən. Suallara baxırıq. Birinci sual. Hansı bənddə epizodlar düzgün ardıcıllıqla verilmişdir? Lalə etdiyi hərəkətə görə çox utanır. Öz bağını qurmaq istəyən Lalə çiçəkləri kökündən qoparır. Lalə Rəhimdən sap və kibrit qutusunu gətirməsini istəyir. Baba Laləyə başa salır ki, insan öz dostunun əziyyətini hədər etməz. Burada əvvəlcə üçüncü olacaq. Lalə Rəhimdən sap və kibrit qutusu gətirmək istəyir. Sonra baxırıq, sonra gələcək ikinci. Öz bağını qurmaq istəyən Lalə çiçəkləri kökündən qoparır. Sonra dördüncü, baba Laləyə başa salır ki, insan öz dostunun əziyyətini hədər etməz. Sonda isə Lalə etdiyi hərəkətə görə çox utanır. B variantı olacaq. İkinci suala baxırıq. Mətnə əsasən Lalənin peşman olmasına səbəb nə idi? Bilmədən yoldaşının zəhmətini korlaması, evciyinə telefon çəkə bilməməsi, Rəhimgilə getməsi, evciyinin həyətində bağ qura bilməməsi. Burada A bənd olacaq. Bilmədən yoldaşının zəhmətini korlaması. Çünki o çiçəkləri Rəhim əkmişdi. Mətnə əsasən Lalə obrazının xarakterini müəyyən edin. Burada Lalə günahkardır. Çünki o bilmədən düşünmədən dostunun əkdiyi çiçəkləri dərmişdi. Dördüncü suala baxırıq. Mətnin giriş hissəsi ilə əlaqəli olmayan epizodu müəyyənləşdirin. Lalənin evcik düzəltməsi, Əli babanın Laləni tənbih etməsi, Rəhimin Laləyə kömək etmək istəməsi, Rəhimin evciyə telefon çəkməsi. Burada giriş hissəyə əlaqəli olmayan Əli babanın Laləni tənbih etməsi. Bu giriş hissədə deyil. Beşinci suala baxırıq. Aşağıdaşlardan birinin adı mətndə keçmir. Burada da D bənd olacaq. Çünki bu yoğun ipin adı mətndə çəkilmir. Altıncı suala baxırıq. Mətndə əsasən fikirlərdən hansı doğrudur?
Gülləri qoparmaq ilk Rəhimin ağlına gəlmişdi. Xeyr. Əli baba Lalənin öz bağını qurması üçün ona güllər bağışlamışdı. Xeyr. Lalənin qopardığı qərənfillər Rəhimin zəhmətlə əkdiyi güllər idi. Bəli. Lalə etdiyi hərəkətə görə heç peşman olmadı. Xeyr. Lalə etdiyi hərəkətə görə peşman oldu.